günahların zərərlərindən insanın qəlbi vəhşət bürüyür. İnsan Allahı tanımır və Allaha olan sevgini məxluqa olan sevgidən geriyə qoyur. Məxluq sevgisini Allah sevgisinə önə qoyur. Və qəlbində din sevgisi olmur, Peyğəmbər sevgisi olmur, iman sevgisi olmur, Quran sevgisi olmur günahların səbəbi ilə. Musiqi ona daha sevimli gəlir və iman əhlindən çox asi insanlar, fasiqlər ona daha sevimli gəlir, onların oturdurmaq daha sevimli gəlir. Bunlar hamısı günahların zərərlərindəndir. Və sonra gətirir ki, qəlb zülmətə çevrilir, qəlb zəifləyir və ağıl gedir, fəsad olur və qəlb möhürlənir. Allah təala buyurur ki, Quran-ı Kərimdə: "Və-men a'rada an zikri fe-inne lehu ma'işeten danka ve nahşuruhu yawmal qiyameti a'ma. Qala rabbi lima hashartani a'ma ve qad kuntu basira. Qala kezalike atatka ayatuna fenasitaha ve kezalike yawma tunsa." Kim deyir, məni zikr etməkdən üz çevirərsə, biz onun güzaranını daraldarıq. Yəni günahlarının səbəbilə, asilərinin səbəbilə güzaranın yaşaşı daralar, sıxılar. Və qiyamət günü köləşd eləyərik. Deyər ki, ey Rəbbim, niyə məni köləşd etdin? Axı mən görürdüm. Allah təala deyər ki: "Və kəzəlikə ətətnə ayatuna fənəsitə." Bizim ayələrimiz sənə gəldi, sən onu unuttun, yəni tərk etdin. Bu gün də sən tərk olunacaqsan. Unudulacaqsan, tərk olunacaqsan.